Salam əziz abituriyentlər. İmtahanda belə məhlul məsələsini daha tez və düzgün həll etməkdən ötürü belə bir məsələyə baxaq. Deyir ki, tərkibində 0,5 mol XSO4 olan duzu 40%li məhlula 150 qram su əlavə etdikdə 20%li məhlul alınır. X-in nisbi atom kütləsini hesablayın. Əvvəl deməli 40%li olubdu. Sonra su əlavə olunandan sonra 20% olubdu. Həll olan duzun miqdarı dəyişmir, ancaq suyun durlaşdığına görə kütlə payı 20% olub. Deməli 2 dəfə, baxın 40-dan 20-yə düşübsə, demək kütləsi 2 dəfə artıb. Əvvəl deyək ki, x qram var idisə, onun üzərinə 150 qram su əlavə etdikdə kütlə 2 dəfə artdığına 2x olubdu. Buradan da tapırıq ki, x-imiz olubdu 150 ilə. Həmin bu 150 deməli 100%dirsə, bunun 40% eləyəcək 60. Deməli burada həll olan maddə 60 qram idi. Ancaq 0,5 molunun kütləsi 60 idi. Deməli 1 molununki isə 120 idi. Deməli bu XSO4 ümumilikdə 120-dir. X-i tapmaqdan ötürü də 120-dən çıxacağıq 32. Küçürdün ki 32, o 4 də 64. Eləyəcək cavab 24. Deməli uyğun cavab olacaq Y variantı.